Hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size elə bir həyət evi təqdim edəcəm ki, bu evi bəyənməmək qeyri-mümkündür. Videomuzu sona kadar izleyin. Evin bütün məlumatlarından xəbərdar ola biləsiniz. Evimizin yerləşmə yeri Maşdağa qəsəbəsidir. Maşdağada 238 sayılı orta məktəbin yaxınlığıdır. 197 sayılı marşrut yolunda tam üzərində yerləşir və nəzərinizə çatdırım ki, hazırda evdə təmir tamamlanma işləri bitmək üzrədir. Çox cüzi bir işləri qalıb. O da tez bir zamanda tam hazır vəziyyətə gətirilib sizə təhvil veriləcək. Sadəcə mən indidən çəkiliş edib paylaşıram. Çünki bilirəm ki, bu evimiz satış hazır olana qədər satışda qətiyyən qalmayacaq. Gördüğünüz gibi evin heç bir zabora bitişiği yoxdur. 2 sotu yarım torpağın içində yerdən 6-7 daş kürsüdə tikilib, ön hissəsi də balkonludur. Evin mətbəxindən də birbaşa balkonuna çıxış etmək mümkündür. Sağ tərəfini sizə göstərdim. Gördünüz, birbaşa məhlədir. Sol tərəfindən də zabordan geniş məsafəsi var. Sənədimiz evin də torpağında kupçasıdır. Qazı, suyu, işığı, bütün kommunalları var. Bir daha qeyd edirəm. Video gedişatı zamanı yarımçıq nə iş görürsünüzsə, məsələn hamamın tam etidir, kafelidir, evin aboylarıdır. Hər biri sizə tam hazır vəziyyətdə təhvil olunub verilir. Əksinə nə qədər tez gəlsəniz, hazırda bu vəziyyətdə gəlsəniz, aboy seçimi etməyə şansınız da var. 3 otaqlıdır, 100 kvadratlı evimiz, solda gəlir evin mətbəxi, buranın da kafeli vurulur. Pəncərələri geniş şəbəkə pəncərələrdir. Kombi xətti çəkilib evdə. Sağda gəlir qonaq otağı. Sənədlərimiz tam qaydasında, paket kupçadır. Qiyməti 95.000 manatla satışa çıxıb. Real müştərilərimizə də gözəl bir endirim olunur ev sahibi tərəfindən. Əlavə nə sualınız olsa buyurun zəng edin, məlumat alın. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün teşekkür ederim. Kanalıma abone olmağı, videolarımı beğenmeyi unutmayın. Göz hakkınızı halal edin.